20-ci əsr İran üçün sadəcə rejimlərin dəyişdiyi bir dövr olmadı. Bu əsr eyni zamanda təkrar-təkrar partlayan üsyanların əsri idi. Və bu üsyanların bir çoxunda İrandakı Azərbaycanlılar ön cəbhədə yer aldı. Azərbaycanlılar 20-ci əsrdə 4 böyük siyasi sarsıntıda açıq şəkildə iştirak etdilər. Birinci mərhələ 1905-1911-ci illər Məşrutə inqilabı. Səbəb şahın mütləq hakimiyyəti, iqtisadi böhran və hüquqsuzluq. Təbrizdə Səttarxan və Bağırxan silahlı müqavimətə başçılıq etdi. Bu, İran tarixində konstitusiya tələbi ilə qalxan ilk kütləvi xalq hərəkatı idi. İkinci mərhələ 1920-ci il Xiyabani hərəkatı. Birinci Dünya müharibəsindən sonra İran zəifləmiş, ölkə xarici təsir altına düşmüşdü. Şeyx Məhəmməd Xiyabani mərkəzi hökumətin asılı siyasətinə qarşı çıxaraq Təbrizdə Azadistan ideyasını irəli sürdü. Hərəkat qısa müddətdə hərbi yolla boğuldu. Üçüncü mərhələ 1945-1946-cı illər Azərbaycan Milli Hökuməti. İkinci Dünya müharibəsindən sonra mərkəzi hakimiyyət zəiflədikdə Cəfər Pişəvərinin rəhbərliyi ilə muxtariyyət yönlü hökumət quruldu. Dil, təhsil və torpaq islahatları həyata keçirildi. Sovet qoşunları bölgədən çıxandan sonra hökumət dağıdıldı. Dördüncü mərhələ İslam inqilabı dövrü. Şah rejiminə qarşı ölkə boyu etirazlarda Təbriz və digər Azərbaycanlı şəhərləri fəal iştirak etdi.